Doktor, xoş gördük sizi. Xoş gününüz olsun. Necəsiz? Yaxşı, siz necəsiz? Yaxşıyam. Düşünürəm ki, sizlə danışanda daha yaxşı olurum. Çünki həm maariflənirəm, həm verəcəyim suallara cavabı tez alıram, həm də sizə inanıram. Təşəkkür ederim. Və mənim kimi də xanımlar sizə çox inanır. Buna görə bu gün verəcəyiniz cavablardan bir çox qadınların həyatı qurtara bilər və xəstəlikdən azad ola bilərlər və ya ümidsizlikdən ümidə bir yol açıla bilər. Bugün xoş gördük sizi. Mən sizi xoş gördüm Lamiyə xanım. Çox sağ olun ki, bax belə güvənirsiniz. Çox təşəkkür edirəm ki, həm bir həkim kimi, həm bütün pasientlərimin dilindən mən sizə təşəkkür edirəm ki, baxın siz də onlara lazımi informasiyanı kömək eləməkdə mənə dəstək olursunuz. Bugün sizdən gəldi əslində qanunda belə bir ideya ki, biz bir, necə deyim, dost ortamında doğruları, yanlışları soruşaraq insanlara öz, belə deyək, səsimizi çatdıraq. Mən sizə təşəkkür edirəm. Sizinlə düşünürəm ki, söhbət çox maraqlı olacaq. Xanımların, xüsusilə də həkimə ehtiyacı olan xanımların gülərüz həkimə çox böyük ehtiyacı var. Biz xoşbəxtlik ki, sizi tanıyırıq və mənim kimi məndən də bir çox xanımlar razılaşar, mən buna inanıram. Doktor, milli onkologiya deyəndə artıq bilinir ki, nədən danışacağıq? Son zamanlar çox artan xərçəng xəstəlikləri, xüsusilə də qadınlarda və qadınlıqlarda artan xərçəng xəstəlikləri nə ilə bağlıdır sizcə? Lamiyə xanım, milli onkologiya deyəndə təbii ki, bu isim mən düşünürəm ki, Respublikada tarix boyu hər zaman öz sözünü demiş bir mərkəzdir, xüsusən də günümüzdə. Bu həm sizin qeyd elədiyiniz kimi xəstəliklərin artması ilə əlaqədardır, həm də akademik Cəmil Əliyevin səyləri nəticəsində biz Respublikamızda onkoloji xidməti ən yüksək səviyyədə təşkil edirik. Mən deyərdim ki, dünya ölkələri, dünya devləri səviyyəsində, Avropa ölkələri, Amerika səviyyəsində təşkil edirik biz bu xidməti və zamanla bəlkə də insanlarımızda bu ad bir qədər qorxu yaradırdı. Amma bizim mərkəzimizin professionallığı, həkimlərin, avadanlıqların yüksək səviyyədə olması və sizlərin dəstəyi ilə maarifləndirmənin sayəsində insanlarda bu onkoloji qorxu belə bir qədər dağıtmışıq. Qaldı ki, xəstəliklərin çox yayılması çox təəssüf olsun ki, günümüzdə belədir. Bu nəinki Azərbaycanda, bütün dünyada statistika artıb. Burada yenə də qeyd eləmiş olum ki, statistikanın artma səbəbi həm müayinələrin artması, yəni pasientlər daha çox müraciət edir və aşkarlanma daha çox olur, həmçində xəstəliyin artması. Bir onkoginekoloq kimi deyə bilərəm ki, ümumiyyətlə onkoginekologiyada reproduktiv orqanlardan söhbət gedir. Bura uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlıq cismi, yumurtalıqlar və süd vəzlərini ayırmayacağım. Çünki əgər bir orqanizmdən söhbət gedirsə, süd vəzlərini reproduktiv orqanlardan ayırmağım düzgün olmaz. Bu xəstəliklər arasında xərçəng patologiyası artıb. Xüsusən də ki, uşaqlıq boynu və süd vəzi, belə deyək, patologiyaları xərçəngi artıb müxtəlif faktorlardan. Həyat tərzindən əlaqədar olaraq, qidalanma ilə əlaqədar olaraq və yaxud da ki, lazımsız, lüzumsuz diyetlərin, pəhrizlərin aparılması, bunun üçün düzgün olmayan həblərin, müəyyən istifadə elədiyi kofelerin, çayların, belə deyək, istifadə olunması, qidalanma tərzinin düzgün olmaması, fast food qidaların daha çox konservatların istifadə olunması, bunun fonunda yaranan piylənmələr, piylənmənin verdiyi endokrinoloji problemlər sonuçda gətirib belə deyək, onkoloji problemlərə gətirib çıxarda bilər. Təbii ki, bir qadın olaraq dünyaya göz açırsa bir qız evladı, süd vəzi xərçəngi riski daşımaq üçün bir faktordur artıq. Və yaş ötdükcə bu xəstəliklər ikinci bir risk faktorudur, daha da artır.
Uşaqlıq boynu xərçənginin isə yayılmasında, belə deyə çoxalmasında əsas faktor human papilloma virusdur. Hansı virus ki, günümüzdə bütün dünyada, elə də Azərbaycanda 80% qadınlar arasında yayılmış bir virusdan söhbət gedir, geniş yayılmış bir infeksiyadır və artıq illərdir bu təsdiqlənib ki, uşaqlıq boynu xərçənginin və xərçəngünün patologiyalarının yaranmasında əsas faktor bir virusdur. Bax, bu virusun da çox yayılması bu xəstəliyin artmasına səbəb olur. Bir də hər zaman əsas şüarımız odur ki, vaxtında müayinə, vaxtında düzgün diaqnoz. Çünki xərçəng bir günə yaranmır. Xərçəngin bir xərçəngönü dönəm dediyimiz dövrü var. O dövrdən keçir, daha sonra xərçəng yaranır və bu dövrdə 8-10 ili orta statistika ilə əhatə edən bir dönəmdir. Düşünün ki, bir qadın 8-10 il ərzində yoxlanmır. Və təəssüf olsun ki, mən bunu hər zaman efirlərdən də deyirəm. Yaxın zamanlarda ümid edirəm ki, olacaq. Respublikamızda skrining proqramı olacaq. Bizim xanımlarımız məcburi sürətlə dövlət tərəfindən yoxlanılacaq. Və o halda o dediyim xərçəngönü dönəmlərdə xəstəliklərin aşkar olunması baş verəcək və artıq xərçəngə keçməyəcək. Amma təəssüf olsun ki, bu günümüzdə yoxdur və xanımlarımızın bir çoxu həkimə vaxtı-vaxtında müraciət edəmir. Hətta simptomları olan xanımlar belə çox təəssüf olsun ki, həkimə gec müraciət edir, bəzən ixtisas sahibi olmayan həkimlərə müraciət edir və sonuçda da yaranır, baxın, sizin dediyiniz statistik rəqəmlərin böyüməsi, yəni xəstəliklərin artması. Simptomlar artıq danışdıq. Varmı elə xəstəliklərdə ki, onun simptomu öncədən bilmək olur ki, artıq bu xərçəngə çevrilə bilər, yoxsa yoxdur, elə gedib yoxlamaq lazım? Lamixan, baxın, onkoloji xəstəliklərdə elə problem də odur. İlkin dönəmlərdə simptomsuz, silinmiş simptomatika ilə keçir. Baxın, xərçəngin səssiz dönəmi deyilən bir dönəmi var. Hansı ki, simptomlar bilinmir. Ona görə də biz hər zaman deyirik ki, vaxtında müayinələrə gedin, rutin müayinələrə gedin və mənim hər zaman bir şüarım var, deyirəm ki, hər kəsin bir onkoginekoloq olması lazım, bir onkoloq olması lazım. Hə, bu Könül Mərdanova olmaya da bilər, amma olsun. Hamının həyatında necə bir dünyaya evlad gətirəndə mama ginekoloq dediyimiz bir ixtisas sahibi olursa, bir onkoloqları da olsun. Rutin getdikləri həkimlərdən başqa 2 ildən bir, 3 ildən bir mən onkoloqumun konsultasiyasına gedəcəm. Baxın, siz bütün dünyada çox tanınmış simalara, müğənnilərə baxsaz, hər birinin ginekoloqu demək olar ki, onkoginekoloqlardır. Və onlara getməyi daha üstün bilirlər. Çünki doğuş bitdisə, bayaq qeyd elədiyim kimi, yaş öldürsə, onkoloji xəstəliklərin yaranma riski artır. Ona görə bir onkoginekoloqa gedirlər. Rutin müayinələr önəmlidir, o səssiz dönəm üçün. Amma qaldı ki, simptomlara qadın özünün bədənini mükəmməl tanıyarsa, simptomları mən düşünürəm öncədən bilər. Nədir bu simptomlar? Normalda izlənməyən axıntılar, əgər bu axıntılar qoxuludursa, rəngi dəyişilmişsə, hədsiz gəlirsə, bu artıq bir simptomdur. Cinsi əlaqə zamanı ağır qanama simptomdur. 2 adət arası qanama simptomdur. Aybaşlarının, adətlərin hər zamankindən fərqli olması, gür olması, laxta şəklində olması, ləkələnmə ilə başlayıb ləkələnmə ilə qurtarması simptomdur. Süd vəzləri, adət öncəsi, şişkinliyi, cüzi ağrılarının olması bu normaldır. Amma bu adətdən sonra keçməlidir. Əgər davam edirsə, bu simptomdur. Qarnın alt hissəsində küt ağrılar varsa, bu ağrılar belə aşağı ətraflara irradiasiya edirsə, yəni yayılırsa, bu simptomdur. Gecikmiş mərhələlərin simptomlarını deyim, yoxsa deməyim? Deyim. Əlbəttə ki. Qorxutmaq istəmirəm əslində alanda. Çünki gecikmiş mərhələlərdə artıq defikasiya haqqı və sidik belə deyək, ifrazında problemlər yaranır. Bəzi xanımlarımız böyrək həkiminə gedir, böyrəkdə genişlənmə olur, gidronefroz. İnandırım sizi, regionlarımızda onunla nə qədər müalicə alan xanımlar var. Amma bir düşünülmür ki, sidik axarları gəlir, uşaqlıq bağlarının yanından keçir, daxil olur sidik hissəsinə. Əgər uşaqlıq boynunda bir xərçəng varsa, yayılmış mərhələdə sidik axarları sıxılırsa, avtomatik böyrəklərdə gidronefroz, genişlənmə baş verir və onun ağrıları çox şiddətli olur.
xəstəni, pasiyenti nefroloqa getməyə məcbur edir. Və burada düzgün yönləndirmə olsa, prosesin əslində uşaqlıq boynundan gəldiyini belə deyək, asanlıqla bilmək olar. Aşağı ətraflarda ödem, qadın özünə güzgüdə baxır, dəri və selikli qişalar avazlayıb, rəngi torpaq rənginə çalır. Səbəbsiz temperaturun yüksəlməsi, səbəbsiz arıqlama, qarın həcminin böyüməsi, bunu çox istəyirəm demək. Baxın, ginekoloji orqanları içərisində yumurtalıq xərçənginə yenə də qorxutmaq istəməm, amma bu acı reallıqlarımızı deyək, səssiz ölüm deyirlər. Çox gecikmiş mərhələlərdə özünü bildirir. Artıq qarına maye gələndə, qarın həcmi böyüyəndə, təngi nəfəsliyi başlayanda, qusma başlayanda pasiyenti bu əlamətlər məcbur edir həkimə get. Kökəlmişəm, qarnım böyüyüb. Baxın, belə necə deyim düz çıxsın sözüm, bəhanələr. Sizin demişəm. Amma bunları xanımlar bəhanə eləməyin qətiyyən. Qarın həcminin böyüməsi çox ciddi bir əlamətdir. Qarında bərkimə, bəzən əllənən bir törəmə əlillər uzananda getmir həkimə. 20 santimetrlik bir törəmə ilə müraciət edir. Baxın, simptomlar bunlardır Lamiyə xanım. Rutin müayinələr önəmlidir də deyirik, hər zaman deyirik. Səsimizi eşidib gələnlər olur. Genetik faktor önəmlidir. Yəni, əgər sizin ailənizdə bir onkoloji xəstə olubsa, bura süd vəzi, endometrium, yumurtalıq. Bəzən qadınlar gəlir, bilmir yumurtalıqdadır, endometriumda olub, uşaqlı boyunda olub, qadınlığında olub nənəmdə, xalamda qadınlığında olub, atamda prostatında olub, bağırsağında olub, ağciyərində olub. Sadaladıqım bütün xərçəng tipləri genetik mutasiyalar verir və yəni nəslə keçirmə verir. Və bunu eşidənlər, bəli, xüsusi diqqətli olsun. Onlar xüsusi bir populyasiyaya daxildir, xüsusi bir risk qrupasına daxil olan xanımlarımızdır. Təbii ki, onlar müayinələrdə tamam fərqli aparılır. Bunları nəzərə alsınlar. Genetik, mən əslində eşitmişdim, amma o qədər də inanmırdım ki, doğrudan da genetika deməli öz sözünü deyir. Bəli. Ümumiyyətlə, Lamiyə xanım, mən düşünürəm ki, zamanla bütün tip genetikanın üzərində oturacaq, belə deyim, onunla gedəcəyik. Baxın, mənim inşallah qismət olsa bu il bitirirəm. Elmi rəhbərim də qürurla deyirəm buna hər zaman. Akademik cəmiyyətdir. Elmi işimizi inşallah bu il xeyirlisi bitirək və Azərbaycanda ilk olacaq. Uşaqlıq boynu xərçəngi xəstələrində genetik mutasiyası olan pasiyentlərdə yaşamaya, proqnoza təsir. Yəni biz artıq orada da genetikanı öyrənirik. Baxmayaraq ki, çıxışımızın önündə qayıtdıq, dedik ki, uşaqlıq boynu xərçəngini yaradan bir virusdur, amma biz onun da genetikasını öyrənəcəyik. Virus pozitiv və negativ xəstələrdə əgər genetik mutasiya varsa necə təsir edir? Zamanla bizdə də bəzi Avropa ölkələrində artıq qəbul olunur, hətta Türkiyədə belə olunur, amma bizdə zamanla keçəcəyik biz ona, amma Amerikada illərdir. Endometrium xərçəngində məsələn bir pasiyentə diaqnoz qoyuldusa, bu zamana qədər cərrahi əməliyyatdan sonra TNM klassifikasiyası var, mərhələsinə görə və şişin belə deyə aqressivliyinə görə, diferensiyasiyasına görə biz qərar verirdik ki, əməliyyatdan sonra şua müalicəsi, kimioterapiya aparılsın, yəni aqressiv bir müalicəyə gedəkmi, yoxsa cərrahi əməliyyat ilə stoplayaq. Amma bu indi dünyada onun genetik mutasiyası öyrənilir. Əgər bu xəstədə bir genetik mutasiya varsa, biz onda aqressiv bir müalicəyə gedirik, hətta erkən bir mərhələ olsa da, hətta şişin strukturu aqressiv olmasa da belə. Ona görə genetika önəmlidir. Bu şişin genetikaları da önəmlidir. Genetikadan keçmə, ailədən ailəyə keçmə də önəmlidir. Yəni bunu bir qədər fərqli qollardır təbii ki bu. Ailədə varsa genetik mutasiyalar nəsildən nəslə ötürülür və şişin özünün də genetik mutasiyası çox önəmlidir. Xərçəng xəstəliyi ümumiyyətlə psixoloji bir ruh daşıyır. Deyirlər ki, inansan ki, xərçəngdən sağalacaqsan, sağalırsan. Amma buna inanmaq lazımdır və müalicəyə düzgün getmək lazımdır. Biraz da pozitiv olmaq lazımdır. Bu kimi deyimlərə necə baxırsınız bir həkim kimi? Lamiyə xanım, o bir söz var, 12-dən vurdunuz. Həqiqətən çox gözəl bir sual verdiniz. Əslində da cavabını da verdiniz. Psixoloji durumu yükü, belə deyək, çox ağır olan bir xəstəlikdir. Və bu zamana qədər
elə xərçəng deyilirdisə bərabər də ölüm kimi qarşılayırlar. Zamanla siz yaxşı bilirsiniz ki, bəlkə də qohumlarda heç kim bu zamanədə deyə bilməz ki, ətrafımda belə bir patologiya ilə rastlaşdığım bir insan görməmişəm. Günümüzdə deyə bilmir. Amma keçmişdə deyirdilər ki, adını belə çəkmirdilər. O pis xəstəlikdən var idi. Heç səsə salmırdılar. Çox da az idi. Çox da az idi. Amma indi Təəccüblənirdi adam eşidəndə ki, belə bir xəstəlik var. bəli, kimsə dünyasını gizlədirdilər. Hətta mən xatırlayıram, qohumlarımız var idi, uşaq idim, məktəb dönəmlərində gizlədirdilər, uşaqlar bilməsin, kimsə bilməsin. Amma indi geniş yayılmış bir patologiyadır və yenə də o psixoloji yükünü daşıyan bir patologiyadır. Və mən hər zaman deyirəm ki, hər işin öz ixtisas sahibi bu işlə məşğul olmalıdır və ilk sözü də pasiyentə onlar deməlidirlər. Çox təəssüf olsun ki, bəzən pasiyentə elə bir deyirlər ki, deyimlə deyilir ki, sənədlərinizi götürün, sizə bədxassədir, gedin onkologiyaya. Bilmirəm nə qədər yaşayacaqsınız. Yəni o insanı başa düşmək olar. Yəni bir insan olaraq özümüzü onların yerinə qoysaq başa düşərik. Və o insanın panika ilə onkologiyaya gəlməsi bəzən bizim üçün də deyirlər ki, həkim ilə bir qaşqa bağlı idi. Bizim işlədiyimiz işin də yükü, psixologiyası çox ağırdır. Bəzən deyirlər, elə bir bərkimisiz, yox. Mən düşünürəm ki, 18 ildir onkologiyada işləyirəm, bərkiməmişəm. Bəzən onlar elə bir söz deyirlər ki, özündən qeyri-ixtiyari gözündən bir yaş çıtdım gəlir. Yəni həqiqətən çox ağır bir psixologiyası. Bəli, sizə də çətin. Və o pasiyent qapının ağzında gözləyənəcən, o qəbula girənəcən o saat getmir də, dəqiqə getmir. Deyir elə hamını tez qutarsın, ya mən növbədən kənar girim, tez mənə sözü. Axı bu sözü eşidib. Amma onkoloqların dilindən biz biraz da psixoloquq. Pasiyentə demək qaydası tamam başqadır. Qaldı ki, ikinci hissəsinə, sizin dediyiniz hissəsinə pozitiv olmaq. O bu xəstəlikdə çox önəmlidir. Əgər həqiqətən sağalmaq istəyirəmsə, sağalacam. Həkimimə güvənirəmsə, sağalacam. Güvən çox önəmlidir və mübarizə. Mən hər zaman pasiyentlərimə deyirəm ki, narahatçılıq çıxıbdı bir qədər sizdə. Orada bir bədxassəli hüceyrələr aşkar olunub. Amma nə lazımdır olunacaq. Budur yolu. Bunu başlamaq lazımdır. Bununla bitmək lazımdır. Bax, bunları pasiyentə tam izah verirəm. Bir də mən hər zaman bir söz deyirəm ki, mən pasiyentlərimlə daha yaxşı münasibət, belə deyim, enerji mübadiləsi qururam, nəinki ətrafla. Çünki ətrafın panikası pasiyentdən daha çox olur, itirmək qorxusu olur bəlkə də və onlar həqiqətən həkim-pasiyent münasibətinə bir qədər mənfi təsir eləyir. Pasiyentdən bəzən gizlətməyə çalışırlar nə isə. Heç kim, belə deyim də, necə deyim, sözüm düz çıxın, avan deyil. Anlayırlar ki, hara gəliblər və o pasiyenti biraz da qorxuya salmağın mənası yoxdur. Düzgün, pasiyentə düzgün yönləndirərək, vaxtında diaqnoz o öz yerində. Amma bir də diaqnozu qoyub, ona uyğun hərəkət eləsən, əmin olun ki, o xəstə sağalacaq. Bu qapını, bu açar açmalıdır. Başqa bir açar olsa açmayacaq. Yəni, mərhələni düzgün qoyub, taktikanı düz seçmək lazımdır. Savadlı həkimlərimiz var, onlara güvənmək lazımdır. Bir də Allaha inamım sonsuzdur hamımız kimi. Bir də Allahın verdiyi səbəb var. Onu qurban olduğum əlimizdən kəsməsin heç bir zaman. Yəni, düşünürəm, illərlə yaşayan pasiyentlərim, 13 illə, bəzən sayını itirəm, 14 illə, 15 illə gəlir ki, ay doktor, qızınız hələ olmamış deyə mən sizin yanınıza gələm, 13 yaşı var ki, İnam çox önəmlidir, güvən çox önəmlidir. Könül Mərdanova bir pasiyentinin sevincinə necə reaksiya verir? Mən düşünürəm, onlardan çox sevinirəm. Nə bilim, bəlkə də insanlar öz hisslərini daha çox tez-tez sevinirəm. Tez-tez sevinirəm, az-az kədərlənirəm. O da biraz da hirslənirəm. Onu çıxartmayım da istənirəm. Deyirəm, niyə mənim dediyim bunu eləmədi? Elə pasiyentlərim olub ki, onlar üçün çox hissli və çox heyfslənmişəm.
o qorxu, panika içində mən onu qutara bilirdim axı odun içindən. Başqa klinikalarda başqa bir şeylər də elətdirib. Kənara çıxmalar elətdirib, yersiz müdaxilələr elətdirib. Hə. Amma sevindiklərim çox olur. Bəzilərinin bəlkə də heç o qədər sevinci olmur, amma onlar üçün çox sevinirəm. Nə arzulursunuz qadınlara? Çox qəşəng və dərin sual verdim. Sağlam olmaq arzu edirəm. Bu Lamiyə xanım, şablon bir sözdür bəlkə də, amma mənə görə şablon deyil. Altı o qədər doludur o sözün. Yəni bəlkə də uşaq vaxtı bu sözü doğum günlərində bir-birimizə bir qəşəng xoş arzular bildirəndə sağlam olmaq arzu edirəm deyəndə bəlkə də bu qədər dərk eləmirdim. Amma zamanla, bəlkə də onkologiyada işləməyim, bəlkə də gördüyüm hər bir həyat mənə bu sözün altının necə dolu olduğunu göstərdi. Həqiqətən sağlam olmaq arzu edirəm onlara. Ruhən sağlam olmaq arzu edirəm. Fiziki olaraq sağlam olmaq arzu edirəm. Ginekoloji olaraq sağlam olmaq arzu edirəm. Qan təhlilləri olaraq sağlam olmaq arzu edirəm. Və bunların hamısı cəmləşəcək, onların zahirən gözəl olmaq. Razısınızmı? Razıyam, əlbəttə ki, xanım. Gönül Mərdanov üçün qadın xoşbəxtliyi deyəndə siz nəyi nəzərdə tutursunuz? Bəzən arzular edirlər də, sənə qadın xoşbəxtliyi arzu edirəm. Xoşbəxt ol, qadın kimi xoşbəxt ol. Bax, bu nə deməkdir? Yəni, bu elə təkcə sağlam olmaq deməkdir, yoxsa... O bir hissəsidir. Mənə elə gəlir ki... Qadının xoşbəxt olması üçün bir çox şeylər var. Bugünkü düşüncəmi sorsaz, evladlarım. Təbii ki, valideynlərimə təşəkkür eləməsəm keçməz. Mən düşünürəm ki, bir qadın xoşbəxt olur, gözəl bir ailədə doğulduğu halda. Və biz valideynlərimizi seçmirik. Nə xoş mənə ki, mən elə bir valideynlərin belə deyim evladıyam və gözəl bir ailədə doğulmuşam. Və mənim bugünkü gündə Könül Mərdanova olmağımın belə deyim əsasını onlar qoyublar. Onlara təşəkkür edirəm. Bir qadın xoşbəxtçiliyini birinci oradan gətirir, uşaqlığından gətirir. Təhsilimi verirlər. Daha sonra ailəmə təşəkkür edəcəm təbii ki. Bir qadın üçün mənə elə gəlir ki, ən gözəl o qurduğu bir ailə. Sağlamlığı dedik zaten, canlı sağlam olsun. Amma o çox önəmli və gözəl evladlar yetişdirmək. Mən hər zaman pasientlərimə bir söz deyirəm. Deyirəm ki, nədirsə də o eləyəcəm və bədənimə necə rəftar eləyərdimsə sizə onu rəftar eləyəcəm. Sizi sevirəm, amma birinci qurban olduğuma görə onu eləyirəm. Ona olan borcumu qaytarıram. İkinci valideynlərimin mənim üzərimdə olan əməyinə borcumu qaytarıram. Üçüncü, evladlarım üçün dua qazanıram, özüm üçün dua qazanıram və ona görə ki, baxın deyirsiniz xoşbəxtlik və bundan sonraki düşünürəm ki, xoşbəxtliyim bir qədər evladlarımla bağlıdır. İşimə görə xoşbəxtəm, onu deməsəm olmaz. Biz part arxasından dururuq, qalxırıq, gəlirik. İlk iş yerim olub Milli Onkologiya Mərkəzi, nə xoş ki ora. Çünki mən böyük bir məktəb keçmişəm. Mən bu il Həkimlər Günündə akademik Cəmil Əliyevi təbrik edəndə də ona dedim onu. Dedim zamanla onkologiya kitablarını oxuyanda və mən qeyd edim ki, mən Medicine İnstitutu Tibb Universitetini belə deyək, qırmızı diplomla qurtarmışam və 3-4 ilə əlaçı olmuşam. Patoloq üzrə 3-cü əlaçı idim. 4-ümün birini buradan da açıqlayım ki, onkologiyadan olub. Amma onkoloqam. Praktikada düzəltmişsiniz. Praktikada onu düzəltmişəm. Elə praktik hissədən bir qədər zəifliyim olub. Və o zaman akademik Cəmil Əliyevin ismini biz kitablardan oxuyurduq. Qismət elə gətirdi ki, taleyə, qismətə çox inanıram. Mən gəldim Milli Onkologiya Mərkəzində internatura keçdim və həqiqətən akademik Cəmil Əliyev dünya şöhrətli bir alimdir və o məktəb yaradıb onkologiyada. O məktəbin bir zərrəsi olmaq
mənim üçün qürur vericidir və mən hər zaman deyirəm ki, mən onun yükünü çiynimdə daşıyıram. Hətta onkologiyanın qapısından kənara çıxanda da mən o necə ailədən çıxanda bilirsən hansı ailədən çıxmısan, hansı mərkəzdən bayıra çıxıram və mən hansı mərkəzin həkimi olduğumu çox gözəl bilirəm. Və biz həyata başlayanda bizi ətrafımızı saran o belə deyim cəmiyyət çox önəmlidir. Nə yaxşı ki, mən orada formalaşdım və belə bir insanların məktəbini gördüm. Sevinç xanım Rəhimzadə şöbə müdürüm, onu deməsəm olmaz. O müəllimim oldu. Bir çox müəllimlərim oldu və burada Sevil xanımı deməsəm olmaz. Allah onu qəni-qəni rəhmət eləsin. Və məni öz qızı kimi Sevil xanım hansı ki 45 il Milli Onkologiya Mərkəzinə tək klinik olub və Respublika demək olar ki, hamı Sevil Məmmədovanı tanıyıb. O məni öz qızı kimi, öz balası kimi, yeganə tələbəsi kimi öyrətdi. Ona Allah rəhmət eləsin, onu deməsəm olmaz. Müəllimlərim çox olub, amma akademik Cəmil Əliyev, Sevinç Rəhimzadə, onlara təşəkkürüm edirəm. Yəni bütün sadaladığım faktorlar mənim həyatımda xoşbəxtçilikdir və düşünürəm ki, bir qadının həyatında bax sadaladığım hər şey. Gözəl ailə, evladlar, iş və bir də ürəyimiz təmiz olsun. Mən arzu edirəm ki, xanımlara, qadınlara xoşbəxtlik arzulayan, sağlamlıq bəxş edən Milli Onkologiyanın onkoloqu Könül Mərdanova xoşbəxt olsun və sağlam olsun. Təşəkkür edirəm, var olun. Lamiyə xanım, sizinlə həqiqətən bugün həm heyecanlıydı, həm məsuliyyətli idi. Yəni, bəlkə də hisslərimi tam izah eləyə bilmirəm. Sizinlə çox məsuliyyətli bir hazırlaşıram və çıxış eləmək çox məsuliyyət. Sizi xanımlar sevir, qadınlar sizdən ümid gözləyir. Sizin gözünüz gülsün ki, onlara da gülüş bəxş eləyəsiniz. Və mən bir telefon açanda görəndə ki, Könül doktorun əhvalı yoxdur, keyfi yoxdur, çox əsəbidir. Mən o dəqiqə başa düşürəm ki, hansısa pasiyent gəlib, hansısa pasiyent özünə yaxşı baxmayıb, hansısa pasiyent siz deyənləri etməyib. Ona görə Könül xanım əsəbidir. Arzu edirəm ki, əsəbi vaxtlarınız olmasın. Həmişə üzünüz gülsün, gözünüz gülsün, qəlbiniz gülsün və elə sizdən də başa düşək ki, qadınlar sağlamdır, hamı sağlamdır, hamı yaxşıdır və siz başda olmaqla. Təşəkkür edirəm. Çox sevirəm sizi. Mən də sizi qarşılıqla da var. Növbəti görüşdə görüşək. İnşallah.